Abşeron rayonunda 46 yaşlı kişi həyat yoldaşını qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunub. İstintaqla müəyyən edilib ki, ailə Bakının Qobu qəsəbəsində yaşayıb. Xəlil evə quraşdırdığı gizli müşahidə kamerası vasitəsilə həyat yoldaşı Ləmanın mobil telefonunda Xena proqramı üzərindən qrup şəklində tanımadığı şəxslərlə ünsiyyət saxladığını görüb. Qısqanclıq zəminində mağazadan zəncir və 2 qıfıl alaraq evə gəlib, qadını döyüb və çarpayının dəmir hissəsinə zəncirlə bağlayıb. Ləman təxminən 5 saat zəncirli vəziyyətdə qalıb. Yalnız 2 dəfə ayaq yoluna getməsi üçün açılıb. Xəlil məhkəmədə ifadəsində polis əməkdaşlarının evə gəldiyini, yenə də müşahidə kamerasından gördüyünü, bundan sonra qadını açaraq ondan şikayət etməməsini xahiş etdiyini bildirib. Zərərçəkmiş Ləman da ifadəsində baş verənləri təsdiqləyib və polis gələndən sonra əlinin zənciri açdığını deyib. Abşeron rayon məhkəməsinin hökmü ilə Xəlilin barəsində amnistiya aktı tətbiq edilib. O cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib. Qeyd edək ki, adlar şərtidir.